Salam əzizləri, bugün sizi Xırdalanlı mərkəzdə 4 mərtəbədən ikinci mərtəbəsində qanuni 3 otaqlı mənzillə tanış edirik. 130 kvadratdan ibarətdir. Kubçalıdır. Qonaq otağından başladıq çəkilişə. Qonaq otağını göstəririk. Kombisi var, mətbəx mebeli. Kombi mətbəx mebeli qiymətə daxildir. Əşyaları çıxacaq. Geniş qonaq otağı var. Çox böyüdü. Yer parketli. Laminat yox, parket. Belə geniş dəhlizi var. Göstərdim. Sol tərəfə gidirik. Arazilərini. Geniş bir mətbəxi var. Bir 25 kvadrata kimi mətbəxi var. Mətbəx mebeli qalacaq. Sanitar qovşağıdır. Bu girişidir sanitar qovşağına. Sanitar qovşağıdır. Aksesuarları da qurulub. İstip oldu. Sol tərəfdə yataq otağının biridir. Göstərik. Burada da bir yataq otağıdır. İkinci yataq otağı. Yataq otağı ayrı-ayrılıqdadır. Dəhliz sistemidir. Kubçalıdır. Super təmirdir. Yaxşı vəziyyətdədir. Sadəcə bir-iki yerdə aboy dəyişmək lazımdır. Yerləşdiyi yer Xırdalanda İcra Hakimiyyətinin yanında. 4 mərtəbəli binanın ikinci mərtəbəsində 130 kvadratdan ibarət 3 otaqlı mənzil. 2 evi alıb birləşdiriblər də, belə deyək, 130 kvadrat oldu. Kubçalıdır. Normal təmirlidir. Kombisi də var, mətbəx mebeli də qalacaq. Sizin də əmlakınız varsa satışda buyurun bizə müraciət edin. Kanalımıza baxdığınıza görə təşəkkür edirik. Abunə olmağı unutmayın. Qiyməti aşağıda qeyd olunacaq.